keçən hamıda elə birbaşa isti-isti, az əvvəl Premyer Liqada 20-ci tur başa çatdı. Qəbələdə lider Sabah çox vacib qələbə qazandı 1-0 hesabı ilə. Çətin qələbə qazandı. Qəbələ komandası növbəti dəfə Kaxaver Çıxazadze nə qədər bərk komanda yaratdığını yenə göstərdi. Bərk komanda formalaşdırdığını göstərdi. Ağır oyun oldu və hətta deyərdim ki, Sabah komandası xal itirməyə çox yaxın idi. 87-ci dəqiqədə Qəbələ komandası bərabərlik qolunu vurdu və müzakirələrə səbəb olan, bəlkə də tura damğasını vuran bir hakim qərarı ilə yadda qaldı Qəbələdəki oyun. Qol qeydə alınmadı. Elə istəyirəm birbaşa epizod üzərindən gedək. Düşünürəm ki, artıq şərhdə də yazanlar var. Həmin epizodu şərh etməyimizi istəyən dəyərli izləyicilərimiz var. Birbaşa epizodu mümkünsə Nicat müəllim verək ekrana. Verərik. Epizod hazır olma kimi. Ümumiyyətlə belə çətin qələbə gözləyirdinmi Qəbələ səfərində Sabah komandasından? Sözün açığı belə deyim də, əslində Qəbələ komandası elə çempionatın əvvəlindən öz oyun dəsti xətti olan, yəni çempionatımızın komandalarından biridir. Hansı ki, Qəbələnin oyununa heç mütəxəssis kimi yox, nə bilim, futbolçu kimi və yaxud da hansısa futbol funksioneri kimi yox, adi azarkeş kimi ki baxsan, yəni Qəbələnin özünə uyğun futbol dəsti xəttini görməyə yəni mümkündür ki, həqiqətən də komandada özünə uyğunluq var, öz sistemi var. O sistemin üzərində artıq elə komanda 1-ci liqada oynayanda da bu sistemlə oynayırdı. Ümumiyyətlə Kaxaber Çıxazadzenin üçlü sistemi var və bu sistemdə hətta keçən, yəni bundan əvvəlki illərdə o səhv eləmirəmsə Inter komandasında, indiki Şamaxı komandasında məhz bu sistemdə çempion da olub. Yəni komandanı çempion da eləyib və ikinci komandanın göstərdiyi oyunların müqabilində komandanın qazandığı xallarından göstərdiyi oyun uyğun deyildi. Amma ikinci dövrə başlayandan etibarən artıq bu nəticələr də gəlməyə başlamışdı və Qəbələ həqiqətən də çempionatımızda bəlkə də ən çətin səfər komandalarından biridir hal-hazırda. O ki qaldı Sabaha, Sabah da yüksəlişdə olan komandaydı. Yəni biz bunu çox danışmışdıq bundan öncəki verilişlərimizdə. Bilirdik ki, bu oyun yəni çətin olacaq Sabah üçün və elə vurğuladığımız kimi də oldu. Elə bu da ondan irəli gəlir ki, məhz gol da oyunun son dəqiqələrində vuruldu. Çox gərgin oyun oldu. Yəni həqiqətən də Qəbələnin də hətta deyim ki, sizə böyük bir şansı var idi ki, oyunu heç-heçə belə, yəni vacib xal qazanacaqdı. Sözün açığı oyundakı bir epizod demək olar ki, oyunun daha önünə keçdi. İndi hazır olsa, oyunu kölgədə qoydu. Hazır olsa, indi o epizodla bağlı da öz fikirlərimizi bildirərik. Amma belə deyək də, hər nə olursa olsun, məhz Sabah öz 3 xalını qazandı çempionluq yolunda. Daha bir belə deyək, önəmli 3 xal və bu arada səhv eləmirəmsə ya Machiavellinin indi, ya Nietzsche'nin indi bir dənə sözü var. Elə tam bura aid bir sözdür. Bu bugünkü oyundan sonra belə deyək də yaranan ajitajda o insanların bildiyi fikirlər epizodda gəldi. İndi mən fikrimi özüm izah edeyim. İndi epizodla bağlı dəyərli izləyicilərimiz indi epizoda keçiriləcək. Deyir ki, məsəl üçün bir yola çıxırsan, tutaq ki, məşqçilik yoludur, jurnalistlikdir və yaxud da hər hansı bir sahə, fərqi yoxdur. Deyir ki, çıxdığın yol önəmli deyil. Önəmli olan yol necə getdiyindir. Yəni bu sətr altında çox belə məna var. Yəqin ki, hədəfə çata bilərsən, amma hansı formada çatacaqsansa, yəni o önəmlidir. Və yaddaşlarda qalacaq. Yaddaşlarda qalacaq. İllah da yəni futbol sahəsində ola bilər 30 il keçsin, məsələn bir çempionluq qazanasan, bir kubok qazanasan, üzərindən 30 il keçə bilər. Amma 30 ildən sonra da xatırlanacaq ki, sən o çempionluğu necə qazandın, hansı maneələrdən keçsin, hansı belə deyək də səbəblər oldu, hansı yollar açıldı, hansı cığırlar açıldı və sən o hədəfə çatdın. Yəni bu heç vaxt yaddan çıxmır.